İkinci şans qəbul imtahanına 22 gün qalıb. Hər gün qəbula düşmüş bir sual izah edirəm. Bu günün sualı, ikinci suala gəlin bir yerdə baxaq. Şərtdə deyilir ki, sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar sıxılmada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən edilir? P qazın təzyiqi, V həcmidir. İzobar sıxılma dediyi üçün izobar prosesdə P konstantdır və sıxılmada V azalacaq. P konstant olan gördüyümüz kimi 1-dən 2-yədir, hansı ki 3P sıfırdan sabitdir və 3-dən 4-dədir. Burada da P0 qiymətindən P təzyiq sabitdir. Amma sıxılmada həcm azalır qeyd etdik. Həcm azalırsa əlbəttə ki, ox sola doğru olanı götürməliyəm. Fikir versəz 3V0-dan V0-a bizim həcmimiz azalmışdır. Deməli bizim axtardığımız hissə bax bu 3-dən 4-ə olan hissədir. Qazın daxili enerjisinin dəyişməsi delta U bərabərdir 2-də 3 P delta V ilə müəyyən olunur. İndi biz burada əlbəttə ki, bu gördüyünüz fiqurun sahəsini tapacağıq. Çünki P delta V vurulursa, yuxarıdakı hərf aşağıdakı hərfə vurulanda mən qeyd etmişdim ki, fiqurun sahəsinə baxılır. Gördüyümüz kimi burada düzbucaqlı yaranmışdır. Düzbucaqlının eni və uzunluğunun hasili bizə fiqurun sahəsini verir. Gördüyümüz kimi, baxın bu hissənin uzunluğu 0 və P0 arası olacaq. P0 vurulsun. Bax bu hissədə əlbəttə ki 3V0 ilə V0 arası 2V0 olacaq. Amma mənfi 2V0 götürmək lazımdır. Çünki buradakı P delta V yazanda buradakı delta V həcm dəyişməsi hansı ki son həcmdən çıxmasız başlanğıc həcmi son V0-dır, başlanğıc 3V0-dır. V0-dan 3V0 çıxanda mənfi 2V0 qalır. Aha, gördüyümüz kimi mənfi 2V0 V0 oldu. Gətirək indi burada yerinə yazaq. 2-də 3 vurulsun P0 vuraq mənfi 2V0. İndi gəlin ixtisara bıraq. 2-lər getdi. Nə qaldı? Mənfini qabağa versək, mənfi 3 P0 V0. Bu variantı doğru cavabdır.